Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bu gün Selyan'da son günümüzü paylaşıram. Vloglamaq istədim. Yəqin ki, sizə də maraqlı olur. Mənim özümə çox maraqlıdır deyə istəyirəm vlogluyum. Belə, səhər tezdən durmuşam. Bir nənə oyaq idi, bir də mən. Gəldim elə aşağı. Dedim, üzümə baxım eləyə. Nənə ilə də söhbət elədik. Nənə də saat 6-dan durmuşdu. Kənd yerinin bu şeyini çox sevirəm. Tezdən durmaq insana çox yaxşı təsir eləyir. Şəhərdə də mən çalışıram tez durum. Yəni tətildə belə olsa saat 10-dan gec durmamağa çalışıram. Səhər tezdən durmaq həqiqətən də yaxşı bir şeydir. Həm işlərin hamısını çatdırırsan, həm sağlamlıqdır. Rayon yerində də iş o qədərdir ki, yəni səhər tezdən durmaq mütləq şərtdir ki, hər işini çatdıra biləsən. Belə özümə baxım elədim. Saçımı filan daradım. Ondan sonra isə keçirik səhər yeməyinə nənə ilə. İkimiz idi, elə baş-başa oturduq. Söhbət eləyə-eləyə səhər yeməyimizi yedik. Yoldaşımın nənəsidir. Mən də nənə deyirəm. Xətrini çox istəyirəm. Allah ona ömür versin. Elə bilirəm ki, öz nənəmdir. Həqiqətən də o qədər onu çox istəyirəm. Tezdən durmuşam. Hava o qədər qəşəngdir, yaşıllıqdır deyə adama yəni ləzzət eləyir də. Şəhərdə tezdən durmanın mənası yoxdur o qədər də. Amma rayon yerində tezdən durmaq yəni başqa bir aləmdir. Baxın, çox yəni möhtəşəm. Gilas yeyirdim səhərdən. Belə. İndi buradan da yəqin ki, qaynatamincə gedəcək təzə. Gedək görək. Ağcılas yiyeyim. Qəşəngdilər ha. Nənə göyərti yığır bizim üçün. Sağ olsun. Bağda maşallah, maşallah hər şey var. Amma yəni bu havadan olmur da, gələk zəhmət çəkəsən. Kənd yerini şəhərdən gələndə deyirik, hə, kənd belə gözəldir, elə gözəldir. Amma həqiqətən də kənddə yaşamaq çox çətindir. Yaşayış şəraitin olsa eləmirik, problem deyil. Amma gələk zəhmətin olsun. Kənd yerində də zəhmət çəkəsən. Aa, soğan da ekiplər. Nənə biraz hər şeydən eləyib. Neynir nənə? Öyle yere koyup gözü tutuyorum öyle. Şeyle. Tut yarım sizin gelin. Nənə bizə çörək bişirir. Təzə yuxa bişirir yeməklə yeməyə. Qonşuya getmişdi. Oradan da görüb tut yetişib. Oradan da bir klok yığıb gətirmişdi bizim üçün ki, yeyək, dadına baxaq. Çox sağ olsun. Həqiqətən də mən onun xətrini o qədər çox istəyirəm ki, yəni oraya gedəndə elə onun yanında fırlanıram. Hara getsə düşürəm, dalınca gedirəm, söhbət eləyirik. Dediyim kimi, öz nənəm kimi çox istəyirəm onu. Mənim nənəm də eynən elə idi. Onlara gedəndə yəni canını verirdi də bizim üçün. Hər şey, qaça-qaça hər şeydən verirdi. Yedizdirirdi. Bakıya qaydanda yenə bagajımızı doldururdu. İndi artıq çox yaşlanıb, yaddaşı gedib, artıq yəni heç tanımır bizi. Çox təəssüf ki, ümumiyyətlə nənə babanın ölümü çox pis bir şeydir. İnsanın bütün uşaqlıq xatirələri gedir onlarla bərabər. Allah bütün nənələrə, babalara can sağlığı versin. Yoldaşımın nənəsi də eynən elə öz nənəm kimi
Oraya gedəndə hər şeydən çalışır ki, eləsin. Həm yedizdirir bizi orada, həm bagajımızı doldurur. Gördüyünüz kimi hər bir şey həyətindəndir, həyətin məhsuludur, təbii. Qurban ətindən, nə bilim şorundan, pendirindən, göyərtisindən, hər şeyindən verir və onlarla da sağollaşıb qaynatamgilə gedirik. Bura qaynatamgilin həyətidir, gülləri çox gözəldir. İnşallah öz həyətimiz, evimiz düzəlsin, həyətimiz səhmana salsın. Bunlardan gətirib əkəcəm. Yazda, yayda həyətə çox qəşəng gözəllik verir bu güllər, çiçəklər. Ondan sonra isə keçirik qaynatamgilin bağına. Onlarda gilas var. Gilas yığırıq Bakıya gətirmək üçün. Ağ gilas, qırmızı gilas, hamısından nə qədər yetişibsə hamısını yığırıq, gətiririk. Mən ağ gilası sevirəm. Gəldik qaynatamgilə. Burada da ondan sonra çıxacağıq. Burada gəldik. Dəhşət istidir. Səlyanın bir dənə bu şeyinə görə sevmirəm. İsti adamın nəfəsini kəsir də. Bu dəqiqə yəni bişirəm. Saçımı falan da yığdım. Hələ bura iyulda falan gəldi. İyulda qaynanamın ad günüdür. Biz gəlirik qəbir üstə. Onda ümumiyyətlə dəhşət olur da. İndi biraz yaxşıdır. Qaynatamgildən də çıxıb gedirik. Yoldaşımın xalası gilə bayram ərəfəsidir, istədik hər birinə gedək, ziyarət eləyək. Getdik, onlar da sağ olsunlar, süfrə açmışdılar bizə, qurban kəsmişdilər, onda isalatını bişirib süfrə açdılar və qayıdırıq Bakıya. Artıq görürsünüz, Koroğludan sizin üçün kadr çəkmişəm. Artıq Bakıdayıq. Gəlin, rayondan gətirdiklərimizə baxaq. Bunu göstərmişdim. Belə motal şoru, yumurta. Mən hər yumurtası yiyirəm. Sonra salça. Xiyar və alçanın qarışığı. Göyərti. Konfet. Bir dənə belə konfet. Belə şöyle. Yumurta da çox böyük ihtimal. Yoxsa yağdı bu, açılmayıb heç. Yumurtaymış. Nənəcil qurban kəsmişdi, belə qurban əti. Burada kompotlar filandır. Burada qoyunun qarnıdır, başı, ayağıdır. Sonra və axırımızda yarpaqdır, pomidordur və nənənin öz bişirdiyi yuxa, ev yuxası. Bu qədər gətirdiklərimiz. Hər biri çox sağ olsun. Hər dəfə gedəndə, yəni bagajımız dolu qayıdırıq. Maşallah, Allah can sağlıq versin hər birinə ki. Çünki bunlar havayı olmur. Əsas canlarının sağlığıdır. Hər birinə təşəkkürümü bildirirəm. Sizi də öpürəm. İzlədiyiniz üçün təşəkkürlər. Bəyənməyi, abunə olmağı unutmayın.